Danışır Mahaçqala, axşamınız xeyir olsun, hörmətli dinləyicilər. Dağıstan Radiosu ilə Azərbaycan dilində verilişə başlayırıq. Mikrofon qarşısında jurnalist Öhrəm Musayeva, rejissor pultu arxasında Mina xanım Mamayeva. Rusiya Federasiyasının prezidenti Vladimir Putin Ümumrusiya Xalq Cəbhəsinin Penza şəhərində təşkil etdiyi ölkənin gələcəyi naminə keyfiyyətli təhsil başlıqlı forumunun plenar müşavirəsində iştirak edib. Tədbirə 500 nəfərdən artıq iştirakçı, pedaqoq və valideynlər, ekspertlər birliyinin, profilli nazirlik və idarələrin nümayəndələri, Dövlət Dumasının deputatları, Rusiya Federasiyası İctimai Palatasının üzvləri toplaşmışdı. Təşkil olunmuş 5 diskussiya meydançasında pedaqoqun missiya və statusu, müasir müəllim və cəmiyyətin tələbləri, milli təhsil dəyərləri, Rusiya eyniyyətinin tərbiyəsi və formalaşması, hər bir kəs üçün əliyetər təhsil, Rusiyada təhsilin keyfiyyəti, degradasiya ya da ki tərəqqi, iqtisadiyyatın inkişafı üzrə yeni gündəlik təhsil sisteminə tələblər kimi mövzular müzakirə olunub. Bundan əlavə, forum çərçivəsində Rusiya təhsili innovasiya potensialı və inkişaf perspektivləri başlığı altında master klasslar da təşkil olunmuşdu. Forum iştirakçılarının fikrincə təhsil və tərbiyə cəmiyyətin və dövlətin daimi diqqət mərkəzində duran başlıca məsələ olmalıdır. Tanınmış kino rejissor Stanislav Gavaruxinin sözləri ilə savadsız, dünyadan xəbərsiz vətəndaşlar heç zaman sivil dövlət qura bilməzlər. Bunu biz artıq dərk edirik. Təhsil sisteminin inkişafı daxili intellektual ehtiyatlar sayəsində təmin olunmalıdır. Dövlət mütləq təhsil sisteminə ayrılan xərclərin səmərə monitorinqini aparmalıdır. Müəllimlərin hazırlığı işlərinə yenidən baxılmalıdır. Korreksiyalaşdırılan və inklüziv təhsil sisteminin təmini üçün də şərait yaradılmalıdır. Tədbir iştirakçıları eləcə də vahid dövlət imtahanlarının təşkili məsələlərinə də dəyişiklik yürütmək zəruriliyini vurğulamışlar. Ölkə prezidenti Vladimir Putin forum iştirakçıları ilə mütəmadi təmasda olmuş və metodiki tövsiyələrin hazırlığı ideyasını dəstəkləyənlərlə razılaşdığını qeyd etmişdir. Belə ki, məhz müvafiq tövsiyələrin köməkliyi ilə tədris müəssisələri nəzdində ictimai idarə şuralarının statusunu ayırt etmək mümkün olacaq. Bugünsə prezident Vladimir Putin Serbiyadadır. O, Belqradın Alman faşist qəsbkarlarından azad edilməsinin növbəti il dönümünə həsr olunmuş tədbirlərdə iştirak edir. Rusiya Federasiyasının prezidenti eləcə də Serbiya rəhbərliyi ilə ikitərəfli əməkdaşlıq məsələlərinə həsr olunmuş danışıqlar aparacaq. Buynaqs şəhərində Orta Peşə Təhsili Müəssisələri Direktorlar Şurasının ənənəvi illik müşavirəsi keçirilib. İlk növbədə Təhsil və Elm Nazirliyinin nümayəndələri kənd təsərrüfat məqsədli və pedaqoji kolleclərin tədris maddi bazasında mövcud vəziyyətlə tanışlıq əldə etmişlər. Respublikanın Təhsil və Elm Naziri Şahbaz Şahov əsas diqqəti kvalifikasiyalı kadrların hazırlığı məsələsinə yönəltdi. Bugünə dövlət tərəfindən orta tədris müəssisələri üçün kadr hazırlığına çox sayda vəsait ayrılır. Müşavirə gedişində müvafiq çərçivədə müntəzəm olaraq master klasslar, təkmilləşdirmə kursları təşkil etmək barədə tapşırıq da verildi. Dağıstan Respublikasının İqtisadiyyat və Ərazi İnkişafı Nazirliyinin məlumatına əsasən federal məqsədli proqramlar çərçivəsində müəyyən olunmuş tədbirlərin icrasına Dağıstan Respublikasına 9 milyard 643 milyon rubl vəsait istiqamətlənir. Cari ilin əvvəllərindən artıq müvafiq vəsaitin 4 milyard 860 milyonu daxil olub ki, bu da təsdiq olunan maliyyə həcmlərinin 50,4%-ni təşkil edir. Dağıstan Dövlət Pedaqoji Universitetinin 200-dən artıq tələbəsi oturaq tətilə başlayıb. Tətilin səbəbi bu ali təhsil müəssisəsinin rektoru vəzifəsini icra edən Məhəmməd Abdullayevin fakültələrin birləşdirilməsi barədə qəbul etdiyi qərarı ilə bağlı daxili siyasətidir. Gün ərzində Pedaqoji Universitetin müdiriyyəti və daxili mühafizə xidmətinin əməkdaşları tələbələrin jurnalistlərlə görüşünə imkan verməmişlər. Daxil olmuş məlumata əsasən universitetin baş korpusuna tələbələrlə yanaşı onların valideynləri də toplaşmışdılar. Tələbələr müvafiq qərar tam aradan götürülməyənədək oturacaqlarını bildirirlər. Xatırladırıq ki, cari il sentyabr ayının 22-sində Pedaqoji Universitet abituriyent qəbulunun qadağan olunması barədə Rosobrnadzorun xəbərdarlıq məktubunu almışdı. Bir qədər sonra isə Rosobrnadzor öz qərarını geri götürdü.
Mahaçqalada qeyri-legal 2014 əməliyyatının yekunları nəzərdən keçirilib. Sentyabr ayının 22-dən oktyabr ayının 10-una dək Miqrasiya Xidmətinin əməkdaşları Dağıstan Respublikası üzrə Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidməti ilə birgə 3-cü ölkə vətəndaşlarının qeyri-qanuni miqrasiyasına qarşı operativ profilaktiki tədbirlər təşkil etmişdi. Müvafiq müddət ərzində 7 cinayət işi qaldırılıb. Miqrasiya sahəsi üzrə 600 inzibati pozuntu halları aşkar olunub. 1.500.000 rubl məbləğində cərimə alınıb. Rusiya Federasiyası ərazisindən kənara 173 qeyri-legal çıxarılıb. Siz xəbərlər buraxılışını dinlədiniz.